Rekordu aktiv elədik. Axırıncı dəfə sizlə dictionary tipini keçmişdik. Orada bir problem yaşamadınız ki, yəni ses öyrənə bildiniz. Bir sual falan var. Aynen. Evet. Bugün də bir tip haqqında danışacağıq. Bir də list conferences deyilən bir termin var. Onunla dərsi tamamlayacağıq. O əslində bizim bildiyimiz bir anlayışdır. İstifadə eləmişik biz ondan. Sadəcə mövzu olaraq, yəni indi keçəcəyik sizlə. Ondan da əvvəl bir dənə metod deyirəm, tip keçməliyik ki, o da set tipidir. Set tipini ümumiyyətlə eşitmisiniz? Set ayrı, separate o heç. Sep eşitmişəm, prosta bilmirəm nə işə yarayır. Deyib bu tip belə yazılır. Belə yazılır və işarəsi də budur. Bizim dictionary-də istifadə elədiyimiz. Set. Yəni əslində o da list kimi tapıla oxşar bir tipdir. Sadəcə fərqləri var. Bu gün məsələ olaraq haqqında danışacağıq sizlə. Set tipi dictionary ilə ortaq cəhəti odur ki, ikisi də eyni işarəni istifadə edir. List ilə tapılan ortaq cəhəti odur ki, ikisində də üçündə də elementlər daxildən məsələn vergüllə ayrılır. Yəni bir set data tipi yaradırsansa, onun daxilində elementlər vergüllə ayrılır bir-birindən. Məsələn, mən bura gəlib 2 dənə məsələn belə bir şey yaratsam və bunların data tiplərinə baxsam, yəni çox vaxt, yəni əksər ehtimallarda bunu bizə dict verir. Məsələn, A yəni bunu çox vaxt bizə dict verir. Amma dedik ki, məsələn, nədir onun adı? Setin də işarəsi budur. Bəs kompüter necə biləcək ki, buradakı belə deyək, dəyişənin tipi dictdir yoxsa setdir? Onun daxilinə baxandan sonra, yəni mən məsələn gəlib bunu dict olaraq saxlasam, bu şəkildə key value-dan yazsam, o dict olaraq qalacaq. Məsələn, amma gəlib mən bura elementləri vergüllə ayıraraq yazsam, məsələn, bura salamatım, ben bura 1, bura alıma, belə bir şey eləsəm, onda artıq bunun tipi dəyişəcək, set olacaq. Yəni buradakı elementlər nə edir? Vergüllə bir-birindən ayrılır. Bir fərqi məsələn burada. İkinci fərqi odur. İkinci fərqi bəs nədir? İkinci fərqi odur ki, setdə düzülüş yoxdur, setdə sıralanma yoxdur. Mən bunu məsələn salam və yaxud da bir alma şəklində yazmışam. Bunu çap eləyəndə fərqli üsullarını çap eləyə bilərəm. Məsələn, birinci almanı verər, sonra salamı, sonra biri, sonra birinci biri verər, sonra salamı, sonra almanı. Yəni burada sıralamada fərqliliklər olacaq. Məsələn, bir dənə yoxlayaq. Məsələn, alma 1 salam bu dəfə belə verdi. Yəni hər dəfə məsələn dəyişməsin. Məsələn, bura bir dənə element atın. Yəni görürsüz ki, sıralamaya məsələn diqqət eləməyən bir data tipidir. Burada bir dənə 2 atın. Yəni bu şəkildə belə necə deyim, random şəkildə düzür. Buradan da biz o nəticəni çıxarırıq ki, set tipi, yəni indekslənmir. Yəni mən burada gəlib desəm ki, 0-cı indeksi çap elə, məndə xəta verəcək. Çünki setdə indeksləmə söhbəti yoxdur. Yəni bunun da deyərsiniz ki, bəs tuple'la və yaxud da listdən nə fərqi qaldı? Tək fərqi məsələn budur, indekslənmir. Mən buradakı elementlərin belə deyək sıra nömrəsinə baxa bilməyəcəm. Çünki hər dəfə dəyişir. Hər dəfə yəni müəyyən bir yerə gedir bu. Məsələn, B-nin deyim 0-cı indeksinə baxmaq istəyim, xəta verəcək. Yəni bax burada
Onu izah edir ki bizə bu indekslənməyən bir data tipidir. Yəni qısa konkret set belə bir data tipidir. Yəni çox istifadə edilmir. Sadəcə əgər səndə elementlərin hər hansısa bir sıra düzülüşü məsələn önəmli deyilsə, onda bu tipdən data tipindən istifadə edə bilərsən. Tək fərqi odur ki, elementlər məsələn burada əsasən təkrarlanmayan elementlərdən ibarət olur setdə. Məsələn sıralanmır, indekslənmir. Gəl məsələn bir dənə də bura eyni element atın. Məsələn setin tərifində odur ki, bu təkrarlanmayan bir data tipi olmalıdır. Yəni gördüyünüz kimi 2 dənə 1 olsa da bir dəfə 1 verir bizə. Bu da bir fərqi. Yəni bu setin içərisindəki elementlər sadəcə hərəsindən bir dənə olsun ki, eləncində məsələn nəticəni versin. 3-4 dənə olanda, məsələn bir element dəfələrlə təkrarlananda yenə də hərəsindən bir dənəsini bizim üçün çap eləyir. Yəni bu setin belə deyim fərqidir digərindən. Yəni belə çətin tip deyil. Məncə aydın oldu sizə. Sadəcə istifadə məqsədi olaraq da çox istifadə edilmir. Sual var burada? Xeyr, aydın. Aha, yəni setin metodları da var. Məsələn, əlavə eləmək metodu var. Element silmək var, bütün elementləri silmək var. Setlər arası əməliyyatlar var. Belə yəni setin deyək də bu nə işə yarayır? İstifadə məqsədi yəni burada daha çox unikal elementləri məsələn saxlamaq üçün istifadə. Unikal element bayaq dedim təkrarlanmayan elementlərdir. Məsələn riyazi məsələlərdə falan düşür qabağımıza çıxa bilər. Məsələn orada istifadə edilə bilər. Sürətli işləyir digər data tiplərindən. Orada axtarış daha sürətli baş verir. Sonra axtarışlar eləmək üçün operatorlardan istifadə eləmək olur. Yəni riyaziyyat və müqayisə əməliyyatlarında məsələn istifadə eləmək olar. Necə deyirdim, setlər arasındakı əməliyyatlar ki var, kəsişmə, birləşmə, nə bilim fərqlər kimi. Yəni biz buna bir növ çoxluq deyirik. Məsələn, riyaziyyatda çoxluq anlayışı var. Bax məsələn həmin çoxluq budur. Set tipi. Sonra nə bilim dublikatları silmək məsələn elə eyni bizim dediyimiz kimidir. Yəni eyni yerə təkrarlanan elementləri silirik falan filan. Yəni belə xüsusi bir məqsədi yoxdur. Sadəcə standart, yəni mat modulundan elə bil ki, yaranmış bir data tipi kimi istifadə etmək olar bunda. Riyazi məsələlərdə, misallarda və s. Bu setin belə deyək xüsusiyyətlərindən biridir. Sonra set yaratmaq məsələn dedik, yəni set yaratmaq üçün bu işarədən istifadə edilir, amma kompüter onun tipini göstərmək üçün sən orada vergül ilə ayrılmış elementlərdən istifadə etməlisən. Yəni orada key value olmamalıdır. Başqa da heç nə, yəni set bunlarda. Gəlin indi də metodlarda məsələn baxaq. Bir də məsələn meyvələr seti yaradıram. Bu setin də içində məsələn meyvələr ataq alma, heyva, nar, belə məsələn elementlər atdım mən bura. Mən bura məsələn element əlavə eləmək istəyirəm. Necə eləyəcəm? Meyvələr nöqtə. Burada artıq append falan deyil. Burada da məsələn özünə məxsus metodları var. Yəni buradan başlayır. Update falan heç məsələn intersection'dır. Bunlar birləşdirməkdir, nə bilim ayırmaqdır, difference-dir, union-dur birləşdirməkdir, clear təmizləməkdir. Bizə əsas lazım olanlar pop-dur, remove-dur, məsələn add-dir. Məsələn biz əlavə eləmək istəyirdik. Məsələn bura nəyə əlavə eləyək? Üzümü əlavə eləyək. Dəqiqə zəng gəlir. Hə. Üzümü əlavə eləmək istəyirəm. Bu şəkildə məsələn əlavə eləyəcəm. Print meyvələr deyə məsələn çap eləyək. Burada da print meyvələr eləyək ki, fərqi məsələn görək. Heyvan, alma, heyvanar, üzüm, alma. Yəni əlavə elədim. İstədiyi yerə əlavə edir. Yəni bizdən asılı olmayaraq öz iradəsi ilə və proqramı məsəl üçün bu şəkildə yaradır. Element silmək üçün məsələn hansından istifadə edə bilərik? Dedik ki, məsələn pop var idi orada.
pop yox. Burada remove-dan hələ ki istifadə eləyək. Remove-la yəni elementi məsələn silirik. Remove-la burada discard da var. Bir dəqiqə. Discard var. Bu da silməkdir. Discard-ı yəqin ki, indiyə kimi istifadə eləmisiniz, yaxud da hardasa istifadə eləmisiniz necə? Yəni başqa hər hansısa bir proqramda, sırf Python-da demirəm. Yəni silmək mənasında olduğunu bilərsiniz yəqin ki. Remove da silməkdir, discard da silməkdir. Remove odur ki, mövcud elementi silir. Əgər mövcud deyilsə element, məsələn burada alma var, heyva var, nar var. Mən bunlardan birini silməliyəm remove-la. Mövcud deyilsə xəta yaradır. Discard da isə mövcuddursa silir, deyilsə xəta da yaratmır. Yəni biraz fərqi məsələn belədir. Məsələn mən buradan almanı silmək istəyirəm. Print bir də meyvələr deyə baxaq. Məsələn alma silindi. Gəl məsələn mən armudu silim. Ki armud yoxdur burada, xəta yaratsın. Məsələn deyək ki, beləsinə bir key yoxdur. Bu şəkildə almanı silmişdik. Bunu bir dənə kilidi alın. Discarddan məsələn istifadə edək. Discarddan məsələn narı silmək istəyirəm. Və narı məsələn silir. İndi armudu silmək istəyək. Yəni hər hansısa bir xəta yaratmır. Discardda məsələn tək fərqi budur. Yəni beləsinə qarşınıza çıxa bilər. Bir də bütün elementləri silmək var. Bütün elementləri məsələn necə silə bilərik? Clear ilə siləcəyik. Meyvələr, nöqtə. Bu əksər məsələn tiplərdə istifadə edilir. Print meyvələr eləsən boş bir dənə set yaranacaq. Yəni, bu da belə. Hələ ki aydındır. Burada bir sual yoxdur ki. Aydındır mən. Aydın. Aha. Məsələn. İndi burada bir dənə pop var. Gəlin biraz bunları əsas başa düşdünüzsə, indi popu izah edəcəm. Popun məsələn biraz strukturu fərqlidir. Məsələn meyvələrdir. Bir dənə dəyişən yaradıram. Və mənimsədirəm meyvələr nöqtə pop qalsın. Yəni print eləyək məsələn. Dəqiqə. Print eləyək x-i. Hal-hazırda buradakı popun yəni biraz fərqi var. Yəni burada çünki biz normalda listlərdə popla istifadə edəndə nə deyirdi? Deyirdi ki, indeksdəki elementi silir. Amma burada sizə maraqlı gələ bilər ki, burada indekslənmə yoxdursa, pop nə işə yarayacaq? Pop o işə yarayacaq ki, silinən elementi qaytaracaq, yəni dəyər olaraq. Silinən element hansıdırsa, məsələn bizə onu göstərəcək. Bu şəkildə məsələn çalışdırdıq. Burada hal-hazırda məsələn bizə almanı məsələn göstərir. Silinən element ola bilər. Məsələn bir dəfə də çap eləyək. Bir dəfə məsələn heyvanı göstərir. Yəni fərqli məsələn elementlər göstərir. Əslində məsələn biz onları silməmişik hazırda. Silinən elementi məsələn göstərmək üçün. Gəl indi bir dənə bunu məsələn nar eləyək. Yəni görürsüz, məsələn narı normalda qaytarmadı. Bir dəqiqə gəl bunu remove-dan eləyək. Yox, yəni buradakı pop yəni heç bir parametr qəbul eləmir. Bunu biz bilirik. Self yəni burada heç nə yazılmalı deyil. Və silinən elementi qaytarır. Yəni bunun belə deyəm nəticə olaraq mənası budur. Sadəcə əgər set də məsələn boşdursa, bizə bir xəta verəcək. Boş bir setdən gedirsə söhbət. Gəl məsələn bunu clear eləyək. Burada biraz clear-ə görə qarışdı elə. Boş da olanda bizə xəta verəcək. K error verəcək ki, məsələn boş elementdə sən nəyi siləsən. Sadəcə burada bizim iş odur ki, bu hər dəfə bir dənə elementi silir. Hər dəfə bir dənə elementi özü silir, random silir. Və bizə necə deyim, onun adını verir. Biz bunu necə yoxlaya bilərik? Yəni burada konkret olaraq nəticə nədir? Gəlin mən sizə göstərim.
Print meyvələr eləyək bir dənə. Bunu yox, bunu bir dənə kildə eləyək. Mən sizə göstərəcəm indi. Yəni, bunun konkret olaraq mənası odur ki, dəqiqə. Hə. Məsələn, burada meyvələrdə alma heyvanları, üzüm. Məsələn, pop yazmışam, hər hansısa bir elementi siləcək və yerdə qalanları məsələn bizə göstərəcək. Gəl baxaq. Nar, üzüm, heyva alma idi. Narı sildi, qaldı üzüm, heyva alma. Yəni setin biraz strukturu belədir. Hər dəfə bir dənə elementi siləcək. Yəni bir dəfə də üzümü sildi. Yəni bir yağ narı silmişdi. Ya indi almanı sildi. Bir dəfə heyvanı siləcək. Yəni gördüyünüz kimi. Bu yəni indeksləmə olmadığına görə random işləyir. Necə ki, məsələn mən burdan hər dəfə element çağıranda, hər dəfə onu çap edəndə gördük ki, elementləri random düzür ha. Bax pop da eləsinədir. Nə indekslə işləyən ümumiyyətlə nə varsa, yəni metod olaraq, burada onun nəticəsi random gələcək. Yəni özü hər hansısa bir elementi siləcək bir növ. Yəni buna görə deyirəm ki, pop biraz fərqli işləyir. Sadəcə mən ağlım nə ilə qarışdı? Mən dedim ki, biz burada elementləri silmişik və iç çap eləyəndə nəticə olaraq məni çaşdırdı. Mən dedim yəqin ki, bu bayaq sildiyim elementi göstərir mənə. Amma əslində elə deyilmiş. Yəni açıq deyim, mən biraz orada yəni ilişdim qaldım. 2 dəfə təsadüfən eyni elementi göstərməyi mənə biraz çaşdırdı. Sonra başqa element göstərdi. Bildim ki, yox, mən yanıldım da yəni. Çünki mən də 2 dəfə o şeylə qarşılaşdım. Dedim, bəlkə mən səhv bilmişəm indiyə kimi. Bu da belə. Yəni popun istifadəsi odur ki, random məsəl üçün hər dəfə bir dənə element silir. Yəni sən nəyi sildin, nəyi silmədin, ona məsələn maraqlı deyil də. Təsadüfi məsələn elementi silir. Burada məsələn bir sual var. Aydın. Yəni bizim 3 dənə silmə metodumuz var. Remove, discard, pop. Remove-la discard əsas istifadə olunur. Remove dediyi ki, element mövcud olanda yalnız silir, olmayanda xəta çıxarır. Discard mövcud olmayan elementdə xəta çıxarmır, olanda da silir. Pop da hər hansı təsadüfi bir elementi silir və belə nəticəni bizə qaytarır. Yəni burada yəqin ki, bir problem yoxdur. Yəni biraz digərlərindən fərqlənir. Ona görə deyirəm ki, burada biraz diqqətli olmaq lazımdır. Gəlin indi setlər arasında məsələn əlaqəyə baxaq. Məsələn, bir dənə belə bir çoxluq yaradıram. 1, 2, 3, bəlkə 1, 3, 5 tək ədədlər olsun burada. Bir dənə də belə B çoxluğu yaradıram. Burada da məsələn cüt ədədlər olsun. Bu çoxluqlar arasında məsələn əlaqələr. Riyaziyyatda məsələn bilirik də, birləşdirmə var, nə bilim, kəsişmə var. Sonra fərqi var, məsələn, bir çoxluqdan o birisinə çıxmaq falan və s. Məsələn, birləşdirmə burada nədir? Print, məsələn, nəyi birləşdirirsənsə, onu yazırsan, məsələn, A-ya B-ni birləşdirirsənsə, indi burada bizi eyni element sayı qədər eləmişik. Məsələn, ola bilər ki, bu az olsun, 2 dənə element olsun, 1 dənə element olsun. Təbii ki, böyüyə balacanı birləşdirəsən. Fərqi yoxdur, balacaya da böyüyü birləşdirə bilərsən. İkisinin də nəticəsi eynidir onsuz birləşdirmədə. Yəni A B ilə birləşsin, B A ilə birləşsin, nəticə eynidir, fərqi olmur. Ona görə burada yəni necə yazmağımızın önəmi yoxdur. Union. Onion məsələn birləşdirmə əməliyyatıdır. Nəyi birləşdirmək istəyirəm? B-ni çap eləyək. 1, 2, 3, 4, 5, 6, 7, 8. Bu şəkildə məsələn birləşdirir çoxluqları və bizə nəticəni verir. Və gördüyümüz kimi, heç mən onu belə deyəcəkdim sizə. Elə bir 2 dəfə çalışdırdım ki, mən elə bilirəm bura 1, 2, 3, 4, 1, orada 5, 6, 7, 8 yazmışam. Deyəcəkdim, niyə random düzmədim? Yəni burada görürük ki, randomu necə düzüb? Ədəd sırası ilə düzüb. Yəni buradan 1-i götürüb buradan 2-ni, buradan 3-ü, buradan 4-ü. Yəni biraz məsələn fərqli düzüb. Gəl B onion A eləyək. Yəni ikisinin nəticəsi məsələn eyni oldu. Məsələn, burada hər hansısa bir başqa elementlər falan da olsaydı, yenə də onu random düzülüşə qatacaqdım. Sonra intersection var. Məsələn, o nədir? O da kəsişmədir. Eyni element olanda. Gəl, məsələn, burada 2 ataq. Olsun bunların kəsişməsi 2. Kəsişmədə də yenə fərq yoxdur. Hansı ilə başlayırsansa, sən onunla qeyd elə. Onsuz da biz deymişdik ki, yəni çoxluqlarda eyni element olanda təkrarlanma olmur. Yəni unikal elementi çıxarır oradan.
təkrarlanan elementi çıxarıb bir dəfə yazdırır. Burada da həmin elementi məsələn görə biləcəyik. Burada məsələn gördük ki, həmin elementi bir dəfə yazdırdı. Həmin o 2 dəfə təkrarlanan element də 2-dir. Bu da intersection əməliyyatıdır. Bir də fərq əməliyyatı var. Fərq əməliyyatı üçün gəlin məsələn oxşar elementlər ataq bura. Bunları yəqin ki, başa düşürük də. Burada inanmıram bir problem olar. Məsələn, A-dan B-nin fərqini necə eləyə bilərik? A difference B. Yəni A-dan B-ni çıxacam, yerdə nə qalacaq? Məsələn, 2, 3, 5, 7 çıxdı, qalır yerdə 1. Bu da belə. Bu da fərq əməliyyatı. Burada sual var. Aydın. Qəşəng, tamam. Sonra məsələn bir listi setə çevirsək nə olar? Orada da yenə unikal elementləri tapıb məsələn öz daxilinə yığacaq. Necə? Məsələn bir dənə A siyahısı yaradıram. Burada elementlər atıram məsələn 4, 4, 5, 5, 6, 7, 8. Yəni 2 dəfə təkrarlanan element buraxdım 4 ilə 5. Və mən bunu istəyirəm ki, setə çevirim. Set A eləyirəm. Yəni bu şəkildə bilirsiniz də data tipləri dəyişmək olur. Amma baxır hansından hansına. Məsələn sən stringi təbii ki, integer eləyə bilmərsən də. O da və yaxud da list ilə string arasında metodlar vardı. Sonra əks üçün metodlar vardı. Burada da məsələn beləncəsini eləmək olur. Olanda nə olacaq? Yəni elementləri yığacaq, sadəcə kəsikənləri də hərəsindən bir dənə daxil eləyəcək. Bu da belə 1, 2, 3, 4, 5, 6, 7, 8. Yəni listdən fərqi odur ki, 4-ü də 5-i də bir dəfə yazdım. Yəni setin də belə deyim mənası budur, bu işə yarayır. Nəsə sual var burada bununla bağlı? Aydın. Tamam. Onsuz da məsələn set belə çox istifadə edilən bir data tipi deyil. Yəni mən sizə tapşırıq verməsəm bu set bizim qabağımıza gələcəkdə çıxmayacaq. Sadəcə məlumat olsun deyə bu data tipini də bilmək yaxşıdır. Bu bir növ riyaziyyatdan törəyən bir data tipidir ki, yəni burada mat modulu var da, xəbəriniz var. Orada riyazi əməliyyatlar eləmək üçün. Məsələn, onun məsələn istifadəsi üçün yararlı olsun. Yəni orada çoxluq əməliyyatların yerinə yetirmək üçün, kombinasiyalar yaratmaq üçün, yəni bu data tipi orada lazım olur bizə. Məsələn, list conferences deyilən bir anlayış var. Bu nə anlayışıdır? Bunu biz istifadə eləmişik. Sizlə yadınızdadsa bir sətirdə belə bir siyahı qurduq. Məsələn, hər hansısa bir element yazdıq. Sonra da for element, nə bilim, in hər hansısa bir siyahı. Beləsinə bir yazılış görmüşük də sizlə, istifadə eləmişik. Bu list conferences anlayışı budur. Yəni bir belə deyək sətirdə sən həm şərti yaradırsan, həm dövrü yaradırsan və oradan gələn nəticə sənin üçün bir siyahıya yığılır. Bunun yazılış belə strukturunda mən sizə göstərəcəm. Bunun yazılış strukturu ingiliscə expression deyirlər. Yəni hər hansısa bir element for item in travel, yəni hər hansısa bir belə deyək, list siyahı ardıcıllığı olanlar. Bir də if condition, yəni şərt. Yəni onsuz da bizim dərsin də adı odur. List conditionlar, list conferentionlar. Yəni bu şəkildə deyək, conferention, hə. Anlayış olaraq budur. Yəni sənin dəyişənindir. Bu dəyişən burada dəyişən də ola bilər, düstur da ola bilər. Məsələn, item vurulsun 5 ola bilər bunun yerində, item plus 1 ola bilər, hər hansısa bir şey. Yəni bayaqki strukturda da ola bilər. Dövrdür. Sənin sonra burada sıralamandır, siyahındır və hansı şərt daxilində. Məsələn, deyirsən ki, 1-dən 10-a qədər olan ardıcıllıqlarda bir dənə x götürək, sonra x oradan nə bilim cüt olsun. Cüt olan x-ları kvadrata yüksəlt. Bu şəkildə bir dənə siyahını sən bir sətirdə 4-5 dənə əməliyyatı yerinə yetirərək həll edirsən. Yəni bu bunun ümumi yazılış strukturudur. Təxminən yəni başa düşdük bu list conferention bizim üçün nə yarayır. Siyahıları elə ki daha qısa, daha belə oxunaqlı şəkildə yaratmaq üçün istifadə edirik. Dövrü də birləşdirir, şərti də birləşdirir və özündə daxilində yaradır.
Burada nəsə sual var? Yəni belə nümunələr işləyəcək onsuz da. Aydındır ben. Aha. Expression, yəni yenə deyirəm, məsələn, hər element üçün belə deyək, yaradılacaq dəyərlərdir bunlar. Yəni hər item üçün bir dəyər yaradacağıq burada, nə bilim, bir düstur yaradacağıq. Odur, for bilirik nədir? Item yəni həmin o dövrdə istifadə ediləcək, yəni dəyişəndir, nə bilim, for in range-də i-dir, for x in range-də x-dir, hər hansısa bir yəni dəyişən ola bilər. Iterable, yəni dedik ki, hər hansısa bir siyahı ola bilər, aralıq ola bilər. Yəni qısa sözlə məsələn üstündə dövr edilə biləcək bir obyektdə, yəni bunun məsələn bir nümunəsi siyahıdır. Condition da yəni şərt ifadəsidir. Hər hansısa bir məsələn şərt olacaq. Məsələn gəl biz sizə bu list conference-nin bizə köməklərini yazım. Bu cür yazılış qaydası əslində sizə daha belə deyim, kod peşəkarı eləyəcək. Yəni bu cür yazılış daha necə deyim, gözə çarpıcıdır, daha üstünlüklüdür. Yəni biri var məsələn belə yazasan sən. Bir dənə məsələn numbers adında siyahı yaradım. Burada məsələn ədədlər yazaq. Məsələn 1 2 3 4 5 beləsinə elementlər yaratdıq. Məsələn kvadratları üçün kvadratları adında bir dənə boş siyahı yaradıram. Deyirəm ki for x in numbers nə bilim neynəsin? Kvadratlarına append eləsin. Nəyi? X-in kvadratın. Yəni məsələn indiyə kimi məsələn biz belə yazırdıq. Sonra da print kvadratları eləyək məsələn. Çalışdıraq. Nədir? Məsələn bizim üçün kvadratları yığdı. Neçə sətirdir məsələn burada? 3, 5 sətirlik məsələn bir koddur. Gəlin indi məsələn bunu bir sətirdə bütün düsturları yazaq. İndi geridə qalsın printdən dəyişənimizsə. Məsələn ədədlər adında siyahı yaradıram. 1 2 3 virgül qoyma problemim var burada. 5 yazıq. İndi kvadratları üçün kvad yazıram elə qısaca yazın. İndi bax necə eləyəcəyik? Birinci dediyi expression yazacaq. Yəni dəyər üçün düstur. Bizim düsturumuz nə idi? Kvadratı yüksəltmək. Məsələn y kvadratı yazıram. Sonra for həmin y in siyahımız hansıdır? Ədədlər. Sonra şərt varmı burada? Şərt yoxdur. Yəni biz ədədləri prosta götürüb kvadrata yüksəltdik. Yəni demədik ki, buradan təkləri yüksəldik, cütləri yüksəldik. Əgər elə bir şərt olsaydı, onu o cür yazardıq. İndi hələ ki bu proqramı yazırıq deyə bir şərt yoxdur deyə qeyd eləmədik. Burada bitdi. Bir də print kvad eləyirsən. Və bir də çalışdıraq. İkisinin də nəticəsi eynidir. Sadəcə sən burada 5 sətrə belə deyə yazdın, kodu böyütdün. Burada isə 3 sətrə yazdın. Əsas məsələ bu bir sətirdir ki, bu belə deyək 3 sətri məsələn əvəz edib burada. Bu 3 sətri elə bil ki, bir sətirdən əvəz elədik biz. Məsələn, bir yazılış forması bu. Yəni fərqi məsələn açıq-aşkar görürsünüz ki, sizi daha sürətli eləyir. Aydındır? Məsələn, burada bir problem oldu sizə. Aydındır. Bu yazılışı buna çevirə biləcəksiniz, yəni hər hansısa beləsinə bir yazılışı. Bəli. Tamam, yəni gəlin indi birini də məsələn nümunə göstərim, sonra sizdən soruşum. Ədədlər adında bir dənə də dəyişən yaradıram. 1 2 3 4 5 6 7 8. Məsələn cütləri bir yere yığan bir dənə proqram yaradaq. Yenə bir dənə x yaradırıq. Burada hər hansısa bir düstura ehtiyac yoxdur. Yəni bura nə yazırsansa, axırda proqram onu əlavə eləyəcək. İstəyir düstur olsun, istəyir dəyişən olsun, hər hansısa bir şey. For x in ədədlər dövrümüzü tamamladıq. Sonra if qoyuruq, şərti yazırıq. Şərtimiz də nədir? Faiz 2 bərabər 0. Şərti də tamamladıq, bitdi. Bir də print cütlər eləyək. Çalışdıraq və bizim istədiyimiz proqramı bizim üçün verdi. Bu da aydın oldu. Aydındır. Sonra hər hansısa bir başqa data tipindən məsələn nümunə göstərir. Məsələn stringləri. Yaxşı, gəlin bunu sizdən birinci soruşaq, görə ideya nə olacaq?
Sən hello world salam. Mən məsələn istəyirəm ki, bu siyahdakı belə deyək elementləri bütün hərflərin böyüdüb bizim üçün şey eləsin, necə deyim, bir siyahıya yığsın. Bunu necə eləyərsən? Məsələn, kimin nə fikri var? Sualımı başa düşdünüz? Anladım. Ola bilər ki, yaza bilərik. X nöqtə upper Aha. X Sonra dövrümüz. for Aha. X in words şərt yoxdur daha. Hə, şərt yoxdur, vsyo. Yəni dəqiq, düz olacaq. Hello world, salam. Bu da bu şəkildə. Qəşəng, afərin. Vaqif, səndə də bir problem yoxdur ki? Başa düşdün? Vaqif, deyəsən, balıq gəlib Vaqifin qırmağına. Ona görə cavab verəmir. Neynək? Ümid edirəm, o da başa düşdü. İndi cavab verər. Sonra məsələn dəyişiklik eləmək üçün istifadə edə. Biraz məsələn buradan çoxlu nümunə göstərəcəm. Bu biraz dediyim kimi biraz xırdalıqlara diqqət etmək lazımdır. Yəni az-az məşğul olandan sonra yavaş-yavaş oturacaq o şey. Yəni daha problem yaşamayasınız. Yazılışda maksimum səhviniz ola bilər, o da düzələn şeydir. Yəni məsələn ədədlər adında bir siyahı yaradam. Yenə elə 12 olsun, heç olmaz. Məsələn hər bir elementi 2 dəfə artırmaq istəyirəm. Yəni bu da sadə olacaq. Məsələn list adında bir dəyişən yaradım. Məsələn x for 2 for x in ədlər. Print məsələn list eləsəm. Yəni istədiyimin üzərində dəyişiklik eləyə bilirəm. Bu da bu şəkildə. Sonra indi bir dənə də maraqlı bir şey eləmək olar əslində, tapılı falan qarışdırmaqla. O biraz məsələn qəliz görünür. İç-içə dövrdür elə bil ki. Biraz çətin bir şey yazaq. Ağlıma bir dənə şey gəlib. Tapıllarla birləşdirmək. Elə bil ki, hərflərlə ədədləri birləşdirmək. O da necə? Məsələn, 2 dənə siyahı yaradaq, başa düşəcəksiniz. List 1 yaratdım. Məsələn, bura atıram 1-2. Bir dənə list 2 yaradıram. Burada atıram. Məsələn, A, virgül, B. Mən istəyirəm ki, məsələn, kombinasiyalar yaradaq. Bunların bir-biri ilə birləşdirən, məsələn, 1 ilə A birləşsin, 1 ilə B birləşsin, 2 ilə A, 2 ilə B. Bu şəkildə, məsələn, kombinasiyalar yaradaq. Onu necə yarada bilərik? Elə ki, dövr içində dövrü bir dənə siyahıya yerləşdirsən, amma bu biraz digərlərindən çətindir. Gəl, məsələn, bunu göstərək. Kombin, məsələn, adında bir dəyişən yaradım. İndi biz bunu tuple şəklində eləmək istəyiriksə, belə eləyəcəyik. Yəni, nəticəni tuple şəklində qeyd edəcəyik ki, expression-ı. Yəni, x, y dəyişəni götürək. For x in list 1 sonra onun da tərkibində for yazmışam. Y in list 2 Всё. Bu qədər. Yəni burada bizim üçün nə edəcək? 2 dənə bizim tapılımız, bir dənə tapılımız var, içində 2 dənə elementi var. X və Y. X ilə Y-i yığmaq üçün. Bir dəfə məsələn X getdi oldu 1. Sonra onun tərkibində də bir dənə dövr işləyəcək. Çünki biz demişik də, bir dövrün daxilində dövr varsa, bu dövr öz periodunu tamamlayanda onun gövdəsi də həmin qədər icra olunacaq. Y-də məsələn getdi oldu A. Bir məsələn gəldi X-in yerinə əlavə olundu bir siyahıya. Məsələn bu şəkildə.
İlk məsələn period belə oldu. X gəldi məsələn əlavə olundu, sonra A əlavə olundu. Sonra vergül qoyur, keçir növbətiyə. X məsələn gedir olur 2. Əslində birinci bir tamamlananda daxili 2 dəfə dövr eləyəcək. Yəni çünki onun daxilində ayrı bir dövr var axı ona görə. O öz periodunu tamamlamalıdır. Yenə X bir şəklində qalıb, Y olacaq B. Bunu bildiniz niyə belə oldu? Yəni bunu bir də gözünüzün qabağında canlandırın, başa düşəcəksiniz. Bu 1 olanda bu bir dəfə A olur, bir dəfə B olur. 2 olanda bir dəfə A olur, bir dəfə B olur. Üst dövr daha belə deyək şey gedir də, əsas gedir, vacib gedir. Aydındır? Aydındır. Yəni bu birinci öz periodun tamamlaması üçün onun daxili işini bitirməlidir ki, bu növbətisinə keçsin. Bir B olacaq. Sonra məsələn X oldu. 2 gəldi X-in yerinə 2. X2 olanda Y olacaq A. Gələcək 2A. Bir dənə də vergül qoyuram. Yenə X Y2-dir. Y-də olacaq nə? B. Gəl bir də məsələn print kombin eləyək. İndi orada biraz səliqəsiz yazdım. Görəcəksiniz burada. 1A, 1B, 2A, 2B. Bu şəkildə dövr içində dövrü də bir siyahıya yığdıq biz. Yəni bunu yazılış olaraq məsələn göstərdim. Bir dənə baxın istəyirsinizsə tam aydın başa düşün onda. For məsələn X in list 1, for Y in list 2. Neyiniyək məsələn? Dəqiqə. Comb adında bir dənə siyahı yaradaq. Bir dəqiqə. Heç nə, bir dənə comb-a append eləyək. X-dan Y-ə. Print bir dənə comb eləyək. Yəni bu şəkildə. Yəni bunu elə bil ki, dövr içində dövrü biz qısaltdıq. Yəni bir sətirdə məsələn yerinə yetirdik. Yəni X list 1-in elementlərinə bərabər olduğu müddətdə X-in hazırki məsələn dəyişəni oldu 1. Məsələn gəl belə qeyd eləyək. Sonra Y list 2-yə bir-bir daxil olacaq. Məsələn Y-in iç dəyişəni oldu A. Hazırda cari vəziyyətdə comb nəyi append eləyəcək? 1 ilə A-nı. Sonra bir də təzədən bu dövrə qayıdacaq. Y olacaq B. X hələ də dəyişməyib 1-dir. Y də B-dir. 1 B-nə append eləyəcək. Sonra təzədən qayıdacaq artıq bura. X olacaq məsələn 2. Orada həmin proses təzədən burada baş verəcək. Aydın oldu bu? Biraz çətini məsələn budur. Dövr içində dövr. Sual varsa verin. Aydın. Tamam. Bir də məsələn maraqlı bir şey yaradaq. Matrix deyirlər ona riyaziyyatda. Düzü gələcəkdə keçəcəksiniz universitetdə falan. Amma Pythonda da biz onu keçəcəyik NumPy-da. Matrixlər yaratmaq. Matrix necə izah edeyim sizə matrixi? Məsələn, fikirləşin ki, biz siyahı kimi sənin listlərin olacaq və onların birləşməsidir, kəsişməsidir. Məsələn, bu şəkildə yazılır. Burada da məsələn belə bir matris olacaq, burada da belə bir matris olacaq. Yəni bunların hər birinin içində elementlər olur. Burada hər birinin içində elementlər olur. Onların bir-birindən əlaqəsini yaradırsan, tənzimləyirsən. Yəni biraz belə uzun anlayışdır. Matrix anlayışı. Yəni daxilində elementlər var və sən onlarla əlaqələr yaradırsan. İndi mən də bir dənə maraqlı sizlə proqram yazacağam. Yəni matrixdə bir sətr düzülüşü var, bir də sütun düzülüşü var. Yəni riyaziyyatda bu şeydə istifadə olunur. Xətti cəbirdə falan. Kompüter elmlərinin yadını keçəndə məsələn görəcəksiniz. NumPy modulunda da arraylərin yaradılması üçün istifadə edilir. Amma bizim indi yaradacağımız matrix elə belədir. Sadəcə elə bir ki, bir fiqur yaradırıq. Onu məsələn necə yarada bilərik? Ona baxaq. Sizlə.
Ağlımda bir dənə nümunə var, görüm təxmini yadıma sala bilsəm. Gəlin yavaş-yavaş yazaq. Düzbucaqlı bir dənə matrix yaratmaq istəyirəm sizlə deyək. Və matrix adında bir dəyişən yaradıram. Bir dənə siyahı açaq. İndi bunun daxilində dedik ki, matrixdə list mötərizələrindən ibarət necə deyim, elementlər olur da bizim üçün. Məsələn, bir dənə dəyişən yaradaq. J dəyişən olsun. For J in range. Məsələn, 3. Düzbucaqlı matrix yazsa da 3 olsun bunun eni uzunu. Bir də for I in range. For I in range. Sən 3 yazaq, bir dənə yoxlayaq. Məncə beləsinə alınacaq bizdən. Print sən matrix eləyək. Bir dənə elə göz gəzdirirəm. J for J in range 3. Yəni 3 dəfə belə element olacaq. Sonra onu da 3 dəfə çalışdıracağıq. Bir siyahı elə bir ki, tərkibində. Bəs bir dənə çalışdıraq. Aha. 012 012 012 bizim istədiyimizi verdi. Buna düzbucaqlı matriksi deyirlər. Yəni bir elə bil ki, sətirdə 3 dənə sütun yaradırıq da elə bil ki biz. Yəni birinci sütun, ikinci sütun, üçüncü sütun və hər birində daxilində 012 012 012 elementi. Yəni bir dənə bunu yaratdıq, 012-ni yaratdıq, sonra da onu 3 dəfə təkrarlatdıq. Yəni belə bir şeydir. Belə indi düzü çox mənalı bir fiqur yarada bilmədik. Amma yenə də olsun, bir problem yoxdur. Bu da nəyəsə dəyər. Burada nəsə sual var. Yəni belə sual varsa verin, problem yoxdur. Yəni nəyi soruşmaq istəyirsiniz? Yəni belə şey, belə necə deyim, maraqlı forması olmadı mənim üçün, ona görə şey qaldı. Amma bizim üçün məsələn siyahıda bir elementlər yaratdı. Onu matrixlər halında dəfələrlə təkrarlatdı bizə. Yəni siz onu keçəndə daha belə deyim anlaşıqlı olacaq. Çünki hələ keçməmisiniz deyə belə matrixi deməyim düz olmaz da, yəni elə fikirləşirəm. Ona görə keçəndə daha maraqlı nümunələr işləyərik sizlə. List confidential site. Məsələn, başqa nə nümunələr işləyə bilərik sizlə? Mən burada əsas tapşırıqlar verəcəm sizə. 43 dəqiqə. Biraz ona aid nümunələr işləyək. Əsas odur. Yəni, bu da ona aiddir. Sadəcə belə maraqlı nümunələr işləyək ki, bizə lazım olan. Məsələn, bir dənə ağlıma proqram gəlib, gəlin onu hesablayaq. Məsələn, qiymətlər olsun. Deyək ki, bu nəyisə qiymətləridir, nə bilim, maşın ola bilər, hər hansısa bir ərzaq məhsul ola bilər. Onların vergiləri məsələn hesablayaq. 2000, 3000, 5000. Belə bir qiymətlər var. Bir də vergilər adında məsələn siyahı yaradaq. Vergilər adında bir siyahı yaradaq. Gəlin bunu əvvəl məsələn sadə quruluşla eləyək. Sonra bunu list confidential-dan necə eləmək olar ona baxaq. Məsələn, bunu sadə quruluşla eləsək, for qiymət, qiymətlər eləyirik. Sonra if qiymət sıfırdan böyükdürsə, yəni ondan vergi götürürük. Vergilərə məsələn append eləyirik nəyi? Həmin o qiymətin məsələn 18%-in 1,18 kimi qeyd eləyə bilərik də. 0,18. Hətta vergi ilə elə bir ki, üzərinə gəlmiş qiyməti məsələn əlavə eləyək. Bu şəkildə. Məsələn, bunu buna vuranda nə qədər eləyəcək? %18-ə vuranda 180 manat. Elə ki, 1180 əlavə eləsin. Vergini məsələn biz özümüz oradan taparıq, problem deyil. Bir də print eləyək vergiləri.
0.18 yazsaydı eləməm hazır qiymət verəcək. O da düzdür. 0.18 yazsam elə birbaşa vericilər məsələsini göstərəcək bizə. 180 manat 360 540 900. Mən prosta şeydir, vergi ilə nə qədər, yəni bu qədər xeyir lazımdırsa bizə, vergisi də məsələn bu qədər eləməlidir. Onu məsələn hesablayıb qiyməti elə qoymaq falan lazım. Nəsə ağlıma biraz mağaza proqramı gəlmişdi. Getmişdim yenə satış xəyallarına. Amma belə qalsın. Bizə konkret vergi lazımdırsa belə eləyək. Gəlin indi bunu list conference-la məsələn eləyək. Bu da elə çətin olmayacaq. Yəni gördüyüm qədərilə. Çünki biz belə daha çətinlərini bayaq işlədik. Yəni qiymət vurulsun 0.118. Yəni bizim dəyər hissəmiz, expression hissəmiz budur. Yazdıracağımız listə. Bunu yazırıq. Sonra bunu yazırıq. For qiymətin qiymətlər. Yəni buradan lap elə kopya eləyək. Sonra da bunu yazırıq. Yəni içində bütün şərtlər istisna olsun. Bunu da yazırıq bölünə. Vəsə. Bu şəkildə artıq bizim işimiz hazırdır. Amma gəlin. Buna məsələn else də əlavə eləyək. Else ilə necə eləmək olar? Məsələn, burada demişik ki, şərt əlavə eləmək mümkündür də, düzdür? Onda demək else də əlavə eləmək olarmış bura. Yəni mən buranı kilit alım. Bir dəqiqə. Niyə qırmızı xətt göstərir görəsən? Görək nə deyir? Invalid syntax. 0,18 yazmışam mən burada. Fikrimdən çıxıb oldu problem yaradan. Ağlım gedib elə şeyə. Riyaziyyata. Bu şəkildə bizim proqramımız hazırdır. İndi gəlin məsələn else əlavə eləyək ki, else-yə də nə qoyaq? Məsələn qiymət 0 olanda da elə ki 0-dan aşağı olanda 0-dan aşağı olmur təbii ki. Amma if-in belə deyə əksi də olsun ən azından. Yenə də vergilər adında bir dəyişən yaradaq. Qiymət vurulsun 0.18. Bunu da belə eləyək. Elə for-u hələ heç yazmayaq. For-u heç yazmayaq. Bu şəkildə yazalım. Məsələn, if qiymət məsələn, if qiymət müsbətdirsə, else-ni əlavə eləməyi sizə göstərirəm əsas. Onda necə eləyəcəyik? If qiymət müsbətdirsə, bura else-ni də əlavə edirik. Sonra dövr əlavə eləyəcəyik. Məsələn, if qiymət müsbətdirsə, dövr əlavə edeyim, sonra else o şəkildə yox. If qiymət müsbətdirsə, bunu məsələn yazırıq. Else-ni bir dənə qeyd edirik ki, bizə məsələn vergi hesablana bilmədi yazsın, versin. Sonra da for verək. For qiymət qiymətlər. Bunu bu şəkildə məsələn yazaq. Print vergilər eləyək. Yəni if vermisən, if-in şərtini tamamlamalısan. Else halı olanda bu olacaq. Olmayanda da yəni if true olanda da bunu bizim üçün məsələn verəcək. Gəl məsələn çap eləyək. Gəl bir dənə maraq üçün bunların yerini də dəyişək. Yəni görürük ki, məsələn belənçini alınmır. Lap bunu bura qoyaq. Yəni deyirdik birinci qiymət zad belənçinə. Yəni bu şəkildə görürük ki, alınmır. Demək ki, necə yazmaq lazımdır? Bu şəkildə yazmaq lazımdır. Əgər ki, else verəsi olacaqsansa. Yəni if-i yazın, nə bilim, elif-i yazırsan, else-i yazırsan, şərtlər qutarda ha. İndi elif məsələn qeyd eləməyəcək. Elifdə elifi bura yazmırlar. Yəni çox vaxt. Eliflə beləsinə işlər görmürlər normalda. If-lə yazdıq, else-ilə yazdıq. Sonra dövrümüzü yazırıq ki, if doğru olanda məsələn nə işə yarasın, doğru olmayanda nə işə yarasın. Məsələn, mən bura istəyirəm ki, qiymətlərin yanına bir dənə 0 da əlavə edeyim. Biraz
Bunu mesajda görək. Vergi hesablana bilmədi. 180, 360, 540, 900. Bu da belə. Burada məsələn şərt verməmişik deyə onu məsələn bizə vermir. Mən bura gəlim. Else bunu yazın. Görürük ki, problem yaradır bizə. Yəni bu şəkildə yazmaq doğru olmur. Yəni sən else şərtini verəcəksənsə, şərti ön atmalısan. Bu da bunun məsələn bir qaydasıdır. Bu da aydın oldu sizə. Bəli. Aydın. Onda bu da aydındırsa heç nə. Məncə elə bir problem yaranmayıb. Bir də istəyirəm proqram göstərim sizə. O da yenə dövr içində dövrə aid. Sən biraz çətinləri o idi. Onu da başa düşək. Bu tiplərdən də qutaraq. Növbəti dərsdən artıq yəni sabah keçək. Mən neçə gündür keçə bilmədim. Halımla əlaqəli. Funksiyalara artıq başlayaq sizlə. Funksiyalara başlayaq ki, qəşəng mövzular gəlsin. Nəticə adında bir dənə dəyişən yaradıram. Birinci bu şəkildə göstərirəm. Sizdən yəni soruşa eləyəcəyik bunu. Görək nə fikirləşirsiniz dövr içində dövrdür. For x in range məsələn 3 qoyuram. For y in range bunu da məsələn elə 3 qoyaq. Eyni dəfə təkrarlansın. Nəticəyə də məsələn append eləsin nəyi? Append eləsin tuple şəklində də x-dan y-ə. Bayaqki kimi də, bayaqki proqram kimi. Yəni də print nəticə eləyək. 0, 0, 0, 1, 0, 2, 1, 0, 1, 1, 1, 2, 2, 0, 2, 1, 2, 2. Bu şəkildə yəni bizim üçün buna da matris deyə bilərik əslində. Sadəcə bu mötərizələrdən istifadə edib tək fərqi odur. Beləsinə bir matris yaratdıq özümüz üçün. Belə bir matris yaratdıq özümüz üçün. Bunu məsələn list convention'dan necə eləyə bilərik sizcə? Yəni bir fikriniz var. Yəni mən yazıram yavaş-yavaş sizlə sən baxaq. Nəticə 1 yazıram elə ki, qarışmasın. Tuple'ımızı burada yaradırıq. Nə əlavə edəcəyik? X-dan Y-ə. Dövrümüzü yaradırıq. Yəqin ki, məndən sizə şey deyə bilirsiniz, fikirləşə bilirsiniz. Range yaradırıq. Qoyduq bura. Sonra bunun daxilində növbəti dövr. For y in range. Bunu da qoyuruq bura. Gəlin indi də print nəticə 1 eləyək. Yəni görürsünüz, elə çətin deyil əslində. Bu şəkildə bunu yazdıq. Mən yenə də deyirəm, bura tuple'ımızı qeyd edirik. Yəni nə ki əlavə olunacaq, hansı dəyərdən ki istifadə edəcəyik, onu yazdıq birinci. Sonra dövrümüzü yazırıq. Demişəm ki, bu dövrün 3 dəfə təkrarlanması üçün hər birinin daxilində 3 dəfə bu təkrarlanmalıdır. Yəni 0 bir dəfə buradakı 0, 1, 2 ilə birləşəcək. Sonraki burada 1, buradakı 0, 1, 2 ilə birləşəcək. Belə-belə period tamamlanandan sonra artıq dövründə bitmiş olacaq. Yəni bunu istədiyin qədər də edə bilirsən. İstəyirsən lap bura 3 dənə dəyişən yarat. Onda artıq sən gəlib burada da bir dənə dövr yaradacaqsan ki, y-in daxilində. For z in range. O da 3. Və bir də bunun nəticəsinə baxaq. 0, 0, 0, 0, 0, 1, 0, 0, 2. Bu şəkildə proqram bizim üçün nəticələri yaratdı. Bu da belə. Aydın oldu. Yəni sıralama burada itmir heç vaxt. Elə bil ki, burada gəlib bir dənə də for z in range yaratdıq. Hə. O da bir dənə gəlib nə artıq z-də əlavə elədik. İndentasiya xətası verir. İndentasiya xətası verirsə bir dənə tab boşluq atarsan söz öləcək. Aydındır. 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 Tamam. Yəni bu 3 dənə dövrün içində bu dəyərlərin bir-birlərini tapmağın yəqin ki, başa düşdünüzsə. Bu 0-dır. Məsələn, bu da 0-dır.
İndi bu birinci 3 dəfə dövr eləməlidir. Bu 3 dəfə dövr eləyəndə bu 1 olacaq. Bu 3 dəfə dövr eləyəndə bu 1 olacaq. Yəni aşağıdan yuxarı arta-arta gedəcək. Əsas bunu başa düşdünüzsə heç nə. Sual var? Sual var uşaqlar? Deyəsən yoxdur. Xeyr, yoxdur. Hə, sual yoxdursa heç nə. Bu günlük də bununla qutaraq. Da elə bütün demək olar ki, xırda-xuruş mövzuları qurtarmış olduq bununla da. Yəni funksiyalarda tay növbəti dərsə saxlayıram ki, o əsas və çətin dərs hesab edildiyinə görə. Çətin deməyək, biraz uzun dərs olduğuna görə elə uşaqların hamısının bir yerdə başlayarıq. Yəni sabah Səidlə bu gün əlaqə saxlaya bilmədim. O buna baxar elə öyrənə biləcək, başa düşəcək. Belə, sual yoxdursa uşaqlar sağollaşa bilərik. Sağ olun müəllim. Sağ olun. Sağ olun müəllim. Sağ olun. Sağlıqla qalın inşallah.